Biz mənfəətpərəst bir mədəniyyətin toruna düşmüşük. Bu mədəniyyət dünyaya hakimdir. Bütün dəyərlərini bütün ölkələrə aşılayır. Bu mədəniyyətin mərkəzində insan mənfəəti dayanır. Liberal düzənin ən əsas çatışmazlığı bundan ibarətdir ki, mənfəət mərkəzli bir düzəndir. Ancaq insan mənfəəti onun üçün önəmlidir. Bu mədəniyyətin təsirinə düşən adam üçün həyatda bir şüar var. Hər şey mənim üçün və mənim mənfəətim üçün olmalıdır. Ona görə belə bir mühitdə dinə gələn adamlar da inkişaf eləyə bilmir. Çünki şuuraltı olaraq onlar üçün din də mənfəətə çatma vasitəsinə çevrilir. Din də buna çevrilir və bu insanı inkişafdan saxlayır, bu insanın motivasiyasını zəiflədir. Nə qədər insan özü üçün çalışar, axı bu istək sönür, təmin eləyə bilmir insanı. Deyə bilərsiniz ki, təbiidə insan mənfəət istəyir. Bu mənfəət hissi ilə neynəyək? Məsələ bundadır ki, bəli, mənfəət istəyir, amma uca yaradan üçün təmənnasız özü ilə məşğul olan insan daha çox mənfəətə çatır. Bu yol belədir. Burada mənfəətin nəzərdə tutmasan, mənfəətin üçün çalışmasan, daha çox mənfəət verilir sənə. Mənfəət hədəf olmayanda. Biz isə öz mənfəətimizi qabartmaqla əslində son nəticədə mənfəətdən məhrum oluruq. Qəribə bir düzəndə yaşayırıq biz. Mənfəətə çatmaq məqsədə çevriləndə çata bilmirik. Mənfəəti nəzərə almayanda daha artıq mənfəətə çatırıq. Məsələn, gənclər evlənir. Biraz konkret misallar üzərində danışaq. Mənfəət üçün ailə qurulur, ona görə ailələr dağılır. Siz bir dənə baxın, boşanmanın statistikasına faciədir. Mən bir neçə dəfə demişəm. Hər yerdə, dünyanın hər yerində. Mənfəət üçün qurulan ailə niyə dağılır? Çünki mənfəətə çatan bilər. Məqsəd mənfəət olsa ona çatamayacaqlar. Deyirlər ki, evlilikdə şərt nədir? Kimi danışdırsan nədir? Deyəcək ki, bir-birini sevsinlər. Hamının dilinin əzbəri budur. Bir-birini sevsinlər. Özə belə deyirlər. Həqiqətən bu bunu sevsin. O həqiqətən sevsin nədir bilmirəm. Oğlan qızı, qız oğlanı. O həqiqi sevgi nədir mən bilmirəm. Onun tərifini verən olmayıb. Bəs nə təklif edirsən? Ailə qurularkən insanlar bir-birini sevməsin. Burada gənclər çoxdur, onlar üçün məsələ aktuallar. Bəs nə dedim təklif edirsən? Bunu tənqid edirsən ki, ailədə fərdlər bir-birini sevsin, kifayət eləmir. Düzgün bir ailə modeli deyil. Bəs nə təklif edirsən? Bir-birini sevməsinlər. Yox, başqa söz deyəcəm. Sevgi üçün başqa bir model tapmaq lazımdır. İki nəfər bir-birini sevirsə, ailə üçün bu kifayət eləmir. Çox görürük ki, bir-biri üçün dəli divanədirlər. Çox qarşımıza çıxır, gecə-gündüz fikri bir-birinə məşğuldur, nişanlı vaxtında adın divarlara yazır, nə bilim mən, status paylaşır, filan eləyir, aşıq məşuqdurlar. Sonra evlənəndən sonra sönür bu bağlılıqlar. Çünki gözlənti çox idi, sevginin dozası lazım olduğundan artıq idi. O yüksək gözlənti də özünü doğrultmur real həyatda, gəlir olur boşanma, gəlir olur konflikt ailə daxilində. Ümumiyyətlə bir söz deyim sizə, bu qaydanı yadda saxlayın. Siz məndən çox bilirsiniz, inanıram ki, bunları çox bilirsiniz. Mən sadəcə məşğulam bu işlə, ümumiləşdirib sizə bunları təqdim edirəm. Yoxsa mən heç kəsə ağıl qoymaq iqtidarında və səlahiyyətində deyiləm. Bir cümlə deyim, bunu yadda saxlayın, həyatda təcrübə eləyəcəksiniz. İnsanın, digər insanın sevgi gözləntisinə cavab vermək gücü yoxdur. Bir insanın, digər insanın sevgi gözləntilərinə cavab vermək potensialı gücü yoxdur. Bunu yadda saxlayın. İnsan adlı varlıq, digər insan adlı varlığın gözləntilərini tam mənada doğrultmaq gücündə deyil. Ya bir təhər dözüb yaşayacaqlar, ya da ayrılacaqlar. Ya da sevgi qalırsa da həyatları istənilən həddə şirin və ləzzətli olmayacaq. Ailə qurulur, iki nəfər bir-birini sevir, kifayət eləmir. Xeyr, kifayət eləmir. Bəs nə təklif edirsən? Yaxşı bir təklifim var. Bütün dünyanın insanlarına, burada oturan insanlara. Yaxşı təklifim nədən ibarətdir? Ailə qurularkən hər iki tərəfin müştərək bir sevgisi olsun. Hər iki tərəf birini sevsin. Onun eşqi ilə ailə qursunlar. Bu olur tamamilə fərqli bir ailə modeli. Hər ikisinin müştərək bir məşuqu, sevgilisi, istəklisi olsun. Onun üçün evlənsinlər. O müştərək eşq bunları birləşdirsin. Amma o müştərək eşq onların ikisindən də özlərinə daha mehriban biri olsun. Onları daha çox sevən biri olsun. İkisini də sevsin və ikisi də onu sevsin. O bir nəfəri sevsin. Allahı deyirsən, təbii ki, mənim işim burada oturub Allahı təbliğ eləməkdir. Amma kör-köranə yox. Çalışıram bu Allah eşqini əsaslandırım. İki nəfər ailə qurarkən üçüncü bir şəxsi sevirsə ikisi də, onların müştərək bir eşqi var. O şəxsin adı Allah və onun dostlarıdır, övliyalardır. Onda ailə tamam başqa bir quruluşda olur, tamam başqa bir ailə modeli meydana çıxır. İkisi də Allahı və övliyalarını sevir və bunları birləşdirən bir-birinin eşqi deyil, bir müştərək eşqdir. İkisini də birləşdirən bir müştərək eşqdir.
Bəs birdən biz günahkar adam olsaq, onda necə? Axı bizə eşqdən danışmaq tezdir. Cavab budur ki, günahkarları da sevirlər. Allah da, dostları da. Allah özü sevdiyi üçün kişiyə və qadına deyir ki, həyat yoldaşın günahkar da olsa onu sev, ona döz. Nöqsanlarıyla sev. Axı sən də o da bir nəfəri sevirsiniz, həyat yoldaşınız. O nə deyir, deyirsiniz, baş üstə, işlər düzəlir. O eşq sizi idarə eləyir. O eşq münasibətləri idarə eləyir. Yoxsa deyir, bir-birini çox istəsinlər. Niyə bir-birini çox istəsinlər? Deyir ki, sevginin qaydası yoxdur ki, sevgi gələndə xəbər vermir. Başlayır belə fəlsəfi fikirlər danışmağa. Yox, ağıllı adam sevgi gələndə xəbər də verir, düşünür də. Bəli, zövq də burada rol oynayır. İnsan öz zövqünə, istəyinə uyğun ailə qurmalıdır. Amma çox da şişirtməsin gərək insan öz istəklərini. İki tərəfli məhəbbət ailə zamanı kifayət eləmir. Məhəbbət gərək üç tərəfli olsun. Üç tərəfli məhəbbət modeli ailəni qoruya bilir, inkişaf elətdirə bilir. Sən ancaq bu halda həyat yoldaşın üçün ölə bilərsən. Bağışlayın məni bu sözlərə görə, bunlar aktualdır ona görə. Biz məqsədimiz ailədən danışmaq deyil, məqsədimiz özünü tərbiyədir. Sadəcə bu, onun bir hissəsi kimi bu mövzuya toxunuram. Sən həyat yoldaşın, dostun, tanışın nə qədər yaxşı insan olsa da siz bir-birinizi qane edə bilməyəcəksiniz. Çünki ey insan, sən sonsuz bir eşq üçün yaranmısan, sən sonsuz bir varlığı sevmək üçün yaranmısan, sən özünü təhlil elə görəcəksən ki, sənin vücudun sonsuzluğa can atır, sonsuz eşq səni sakitləşdirə bilir. Nə qədər gözləntin başqalarından çox olsa da, o yaxşı da olsa təmin edə bilməyəcək. Çünki sənin eşq tələbatın bir varlıq olaraq həddindən artıq çoxdur. Məxluqat o eşq tələbatını ödəyə bilmir, təmin edə bilmir. Sonsuz bir varlığın eşqi ilə dost seçəsən, həyat yoldaşı seçəsən, bütün münasibətlərini tənzimləyəsən, onda sevgin daha şiddətli olur hər kəsə qarşı və davamlı olur. Çünki sonsuz bir mənbədən qaynaqlanır. Sənin həyat yoldaşın, dostun, tanışın nə qədər yaxşı olsa da sənin içində olan o eşq boşluğunu doldura bilmir. İndi də insanlar o qədər mənfəətpərəst olub, dostluqlar da davamsızdır, ailələr də davamsızdır. Ona görə ki, gözləntilər həddindən artıq çoxalıb bir-birindən. Və insan başa düşmür ki, nə qədər vəfalı dost olsa da sənin içində çox böyük bir eşq boşluğu var. O dost onu doldura bilməyəcək, istəsə də doldura bilməyəcək, öhdəsindən gələ bilməyəcək. Bu qədər gözləntidə olma heç kəsdən ki, heç kəsdən inciməyəsən. Əvvəldən də bil ki, bu alınmayacaq. Vəfa hər kimsədən kim istədim, ondan cəfa gördüm. Kimi kim bir vəfa dünyada gördüm, bir vəfa gördüm. Bu, təkcə insanların, dostların vəfasızlığından danışmır. Daha fundamental fəlsəfi mövzuya işarə edir ki, yəni zatən güclərində deyil sənə qarşı vəfalı olmaq. Vəfalı olsalar belə sənin istədiyin deyirlər. Gücü yoxdur sənin istədiyini təmin eləsin. Dünyada ailə institutu ona görə dağılır. Çünki mərkəzdə mənfəət dayanır. İki tərəfli eşq dayanır. Allahı sıxışdırıb həyatdan çıxardıblar, məcazi desək. İnsanlar arası münasibətlərdə Allah izi yoxdur, ona görə hər şey dağılır. Artıq dağılmaqdadır. Artıq dağılmaqdadır. Bu düzən artıq davam edə bilmir. İnsanı aşiq olmaq üçün yaradıblar, amma insanın eşq tələbatı çoxdur. İnsanlar bir-birini məhəbbətlə qane edə bilmir. Bu eşqə ancaq Allah cavab verə bilir. Ona görə də Allahdan başqa nəyə aşiq olursa soyuyur. O eşq məhəbbət soyuyur. Ehtiyacını ödəyə bilmir. Allahı sevsən kifayətdir, başqalarını sevməməlisən. Bəli, Allahı sevsən kifayətdir və o sonsuz eşq digər insanlar arasında paylanır və sən insanları da daha şiddətli sevməyə başlayırsan. Çünki sən sonsuz eşq mənbəyindən o eşqi alıb paylayırsan başqalarına, o zaman sən ailəvi də, dostlarını da daha şiddətli eşqlə sevə bilirsən. Gəldi bir nəfər İmam Həsən əleyhissalamın yanına. Gəldi İmam Həsən əleyhissalama dedi ki, mənim qızımın evlənmək vaxtıdır. Mən neyniyim? Mən qızımı kimdən evləndirim? Nə təklif edirsiniz? İmam buyurdu ki, mömin adamla evlən. Yəni, o kəslə ki, artıq məşuq tapıb özdən. Yəni, birini sevir artıq. Mömin nə deməkdir? Əllədinə amənu əşəddu hubbən lillah. İman gətirənlər Allahı şiddətli eşqlə sevirlər. Ən şiddətli eşqlər Allahadır. İmam Həsən deyir ki, mömin adama qızı ver, ailə qursun. Çünki artıq bir məşuq tapıb, birinə aşiqdir artıq. Ondan sonra belə dedi, sənin qızın ya yaxşı adamdır, ya pis adam. Ya qızın yaxşı insandır, ya pis adamdır. Sənin qızın yaxşı adamdırsa, möminlə evləndirsən, mömin onun qədrini biləcək, onu neymət kimi dəyərləndirəcək. Sənin qızın pis adamdırsa, möminlə evləndirsən, güzəşt eləyəcək, bağışlayacaq. İki halda da sən qızın xoşbəxt olacaq.
Bir insan Allaha, İmam Zamana eşq iddiasındadırsa, həyat yoldaşına qarşı pis rəftar eləyirsə, deyə bilərsiniz, İmam Həsən deyir, dindarla evlən. Axı, dindar ailələrdə də həmin problemlər var. Bəli, var, mənə hərdən elə şeylər danışırlar. Deyim, məsciddə gəlir evdə mənlə elə rəftar. Elə şeylər danışırlar, deyirəm ki, bu insan necə bunu eləyə bilir, bu məsciddə gələn adam? Necə eləyə bilir ailəsinə qarşı bu şəkildə davranmağı? Bir insan doğrudan da Allahı özünə məşuq olaraq seçib, İmam Zamanı özünə məşuq olaraq seçibsə, həyat yoldaşına qarşı pis rəftar eləsə, bir sual verəcək ona. Deyəcək, sərvərin sənə deyib mənə belə eləyəsən? Rəbbin sənə deyib mənə belə danışasan? Ya bu ona qarşı səhv eləsə, o bunu bağışlamasa, deyəcək, bəs sən ibadət elədiyin, sevdiyin Allah deyir ki, bu qədər qəddar olasan, günahımdan keçməyəsən, bir xətanı bağışlamayasan. Dünyaya bu model və bu modelin gözəllikləri təbliğ olunmalıdır, təqdim olunmalıdır. Sual bu olsun ki, Allah sənə deyib ki, mənə fikir verməyəsən, gedib dostlarından oturub durasan, mən yaddan çıxım. Hər nə oldu bu sual versin. Mömin ailələrdə bu problem varsa, açıq deyək ki, problem iman problemidir. Görüntüdə mömindir, başqa cür ola bilməz. Özünü tərbiyə Allaha xatir olarsa, effektiv olmalıdır. Bu sual insanı cənnətə qədər apara bilər ki, istədiyin Allah sənə deyib belə eləyəsən, bu sual davamlı ver, axır özünü yığışdıracaq. Amma birinin ağası yoxdursa, sərvəri yoxdursa, sevdiyi bir varlıq yoxdursa, onu cilovlamaq çətin olacaq, cilovlamaq olmur da. İnsan Allaha aşiq olduqca, Allahın dostlarını sevdikcə qəlbi incəlir və hamıya qarşı mehriban olur. Egosu olmur ki, kiməsə zərər yetirsin. Və birdən dözməyib gedib həyat yoldaşından Allaha şikayət eləyəndə Allah ona cavab verir ki, səsin çıxmasın. Bu sənin imtihan vasitəndir. Buna döz mənə tərəf gəl. Mövzu o deyil. Buna dözməklə mənə tərəf gəl. Bunu mən göndərmişəm milyonlarla insanın içində ki, sən bununla yaşayasan və öz eşqimi imtihan edirəm. Mən səninlə məşğulam, sənin onunla nə işin var? Mən öz eşqimi, sənin mən olan eşqimi imtihana çəkirəm. Sən buna döz ki, mənə tərəf gələ biləsən. Bu kobud adama dözməklə sən mənə yaxınlaş. Sən mənə məhəbbəti buna dözməklə sübut elə. O zaman möminlər arasında ixtilaf da olmaz. İnsanlar arasında ixtilaf varsa, deməli onlar özlərini sevirlər. Özü üçün sevir. Düz gəlməyəndə də dava salır. O qədər mənfəətə alışmışıq ki, hamıdan istəyirik ki, sən mənim istədiyim kimi ol. Mənə uyğunlaş. Bir mömin adam evdə ailəsinin zövqünə uyğun yemək yiyər. Münafiq isə öz zövqünə uyğun. Münafiq diktə eləyir, mən istədiyim yeməkdən pişir. Mömin adam necədir? Siz nə istəyirsiniz, mən də ondan. Xırda bir misaldır, hədisin dərinliyinə bax, yeməkdən götürür misalı, ondan hər şeyə tətbiq oluna bilər. İkisi bir-birini sevir, evlənir, əslində ikisi də özünü sevir. Axırda ixtilaf olacaq. Amma ikisi birini sevirsə, bir-birini yox, birini sevirsə, bir-birini də sevəcək. Daha şiddətli sevgi ilə sevəcək. Əhl-i beyti sevir, Allahı sevir, başlayır insanları sevməyə. Allahın yaratdıqları kimi. Hədis buyurur ki, əl-xəlqu ayali. Allah buyurur ki, xalq, cəmaat yaratdıqları mənim ailəmdir. Peyğəmbərlər cəmaatı öz balaları kimi sevir. Pisini də, yaxşısını da. Allahı sevən, Peyğəmbəri sevən insanları sevməyə başlayır. Çünki insandılar. Onların dərdlərinə dözmür. Filan yerdə günahsız insanlar qətlə yetirilir, bu yata bilmir. Allah aşiqinin belə deyək də, əlamətləridir, nişanələridir. Necə Peyğəmbər verəydi? Buyurur, Quranda Peyğəmbər haqqında eşitmişsiniz də bu sözü mən çox danışmışam. Hərisun aleykum. Peyğəmbər sizə qarşı hərisdir, həris. Həris sözünü pis mənada eşitmişik. Deyirdi, filan kəs dünyaya həris adamdır. Gör, nə qədər bu insanlıq aşiqidir ki, Allah Quranda ona deyir ki, o sizin üçün hərisdir. Sonra deyir, bil mümininə raufur rahim. Möminlərə qarşı isə rauf və mehribandır. Sən demə, bu müşriklərə qarşı hərisdir sevgidə. Günahkarlara qarşı hərisdir. Yaxşılar üçünsə heç əldən ayaqdan gedir. Bu olarsa olacaq, olmasa, qulaq asırsınız mənə, insanpərvərlik, insansevərlik, humanizmdən, hamısı nağıldır, valla nağıldır. İnsansevərliyi şüar eləyən dövlətləri və onların xalqlarının münasibətlərini görürük müxtəlif hadisələrə. Deyir, filan yerdə adamlar qırılırsa, eybi yoxdur, biz tərəfdə olsa, olmaz. İndiyə qədər başqa yerlərdə olurdu müharibə, indi bizim içimizdə bu faciədir. Başqa yerdə ölürsə ölsün, nə olacaq ki?
Amma danışanda humanizmdən, insanların fundamental haqlarından filandan danışır. Allah yoxdursa münasibətlərdə hamısı boş cəfəngiyyət sözlərdir. Boş cəfəngiyyətdir. Heç bir humanizmdən, insansevərlikdən söhbət gedə bilməz.